Hörmətli Azərbaycan xalqı, bizim elimiz obamız, salamlayıram sizi. Demək, mən məlumdur ki, Qatı İdarəçiyəm, 91-ci ildə Ulu Öndəri dəstəkləyən adamam. İlham müəllim də Səlyan sakindir. Elə bir mənim sağlamdır, vuran ürəyindir. Bu da Qatı İdarəçidir, yaşında, nişanında, həmişə daşıyır. Mən formada. Ona görə biz həmişə negativ hal olanda biz haray səsimizi qaldırırıq. Qanunsuzluq olanda. Cənab Prezident deyir, mən xalqın xidmətçiyəm. Və o məmurlar kimdir onda? Xalqa xidmət eləməlidir, hamı. Zəhmətkeş xalq, hamı. Ona görə bizim sözümüz, çox adam deyir, yaşlı adamlar gündə efirdədir. Biz nə etməli sualı var? Dərdimizi kimə deyək? Cənab Prezidentə bax. Allah Allah, ulu öndərimiz var orada, Bağırtağda. Haqsızlıq, ədalətsizlik, təkrarsızlıq olmasın. Dəmir yol məsələsi burada 2 gün Səlyan kəndləri cəmaatı zulm çəkdi, bağlandı burada. İndi Rövşən Rüstəmov sağ olsun, indi düz ona negativ halları dedim, işində dönüş var. Dəmir yola zınaq qoyur, oran düzəldir, gündürlüyün zadır. Ona görə bu İlxan Xəlilov da gəlib minnətdarlığını bildirməyə, Qatı İdarəçisi ki, sağ olsun, bizim cəmaat narazı idi, yol bağlanmışdı, göyün göyərsin, tələvəzin gətirib Şirvana az qabılar apara bilmirdi. Yol bağlanmışdı, vəziyyət ağırdı ki, zulümlə onu bir yetişdirib, zulümlə, əzabla, əziyyətlə. Ona görə İlxan qardaşım, Qatı İdarəçisi, bu da gəlib, 91-ci ildə Ulu Öndər edən yaşlı kişilərdən biridir, mənim dostumdur, canım ciyərimdir. Biz ölkə başçısına, cənab nazir Vilayət Eyvazova, baş prokurora, Milli Məclisin sədrinə, baş naziri Ələsədova, MT-nin rəisi Əlin Ağayev cənabları, eşq olsun o kişiyə, eşq olsun o kişiyə. Cənab Prezidentə sədaqətlə xidmət edir. Harada negativ hal var, o kişiyə biz müraciət edirik. Xalqın nümayəndəsidir elə bir. Xalqın nümayəndəsi oradadır. Bizim çətinliyimiz, sos siqnalımızda, hər zaman sırlarımıza reaksiya verir. İlham müəllim, sən də bir kəlmə deyil, Qatı İdarəçisi. Hər zaman da cənab prezidentimizi dəstəkləyirik. Nəsilləmə köklü və öz rayonumuzda hər zaman cənab prezidentimizə səs verən insanlarıq. Qatı İdarəçisi, öz zəhmətimizlə dolanan adam olarıq, təsərrüfatla dolanan adamlarıq. Həmişə də prezidentimizin çıxışına qulaq asırıq ki, hansı məmur, hansı özbaşınalıq eləsə, dərhal reaksiya verin. Biz də çalışırıq ki, bu nöqsanlar aradan götürülsün ki, bütün dünya baxır. Qoy deməsinlər ki, Azərbaycanda belə bir şeylər var. Allah cənab Ulu Öndər Heydər Əliyevə rəhmət eləsin. Allah cənab prezidentimiz İlham Əliyevə kişi də ki, bir dənədir. Dünya siyasətində prezidentlərdən bir nömrəsidir. Yeganə kişidir. Görürsünüz, dünya bu kişini qəbul edir, dünya prezidentləri. Biz o kişiyə arxanıq, biz xalq da, millət də biz o kişini dəstəkləyirik. Əlbəttə ki, əlbəttə. Negativ hal var, biz onu deməliyik. Bu kişi xalqın xidmətçiyəm. Mən bu sözü hər çıxışımda deyirəm. Siz kimsiz onda? Bu kişi deyir, xalqımın xidmətçiyəm. Biz zəhmətkeşlər də o kişini dəstəkləyirik. Qadasını alaram, İlxan Xəlilov da var olsun. Allah canı sağ olsun. Cənab prezidentimiz yaşasın. Eşq olsun. Hətta mənim evimdə də, hətta mənim maşınlarımda da cənab prezidentin, Ulu Öndər Heydər Əliyevin şəkilləri var. İstədikləri vaxtı bütün məmurlar görür də, biz onu dəstəkləyən adamıq. Evimdə də, maşınımda da hər yerdə şəkilləri var cənab prezidentin. Mehriban xanımla bir yerdə yaşasın 100 il. Allah onlara var eləsin, xoşbəxt eləsin. İlham Əliyev var, biz də varıq. Allah üçün çox sağ olun, minnətdarıq. Sağ olun, sağ olun.